Möhtərəm Təfəkkür TV kanalının izləyiciləri, hər birinizi salamlayıram. Yenidən sizlərlə bir araya gəldik. Çox sayılı sualların cavablarını sizlərə ərz etməkdən ötürü. Belə bir sual gəlib studiyamıza ki, xoşbəxtlik nədir? Kimisi sağlamlıqda, kimisi zənginlikdə, kimisi rahatlıqda görür xoşbəxtliyi. Bəzən başqalarının əlindəkinə göz dikib, onun kimi olaydım, heç bir dərdim olmazdı deyirik. Bəzən də həmin şeyə sahib olandan sonra da yenə də özümüzü xoşbəxt hesab etmirik. Niyə? Çünki özümüzü dərk etmirik. Xoşbəxtlik insanın öz yaşayışı boyunca Allahın rızasına doğru cəhd etməsidir ki, bu da imanla ələ gəlir. İmanla ələ gəlir və Quran-ı Kərimin 16 dənə ayəsində xoşbəxtlikdən söz açılır. Bəli, imanlı kəs özünü tam xoşbəxt hiss etməyə layiqdir. O, ən çətin anlarda belə xoşbəxtdir, nikbindir. Məsumlar bizə hər tərəfli nümunə olublar və onların iki böyük dərdi olub, biz bunu görürük. Bir xaliq dərdi olub, yəni Allah dərdi olub, bir də xalq dərdi olub, insanların, cəmiyyətin dərdi olub. Fərdi təkamüllə yanaşı ictimai təkamül üçün də səy göstəriblər. Hər iki cəhdin mərkəzində özləri yox, heç bir mənfəət də yox idi. Nə Allaha ibadət zamanı Allahdan təmənnaları var idi, nə xalqa yardım zamanı onlardan bir gözləntiləri. Deməli, əgər insan gözləntisiz yaşayarsa, gözləntisiz həm bəndə olarsa, həm də cəmiyyətin bir fərdi olarsa, mütləq ki, xoşbəxt olacaq. Sualı yönləndirmişsiniz, həqiqəti dərk edən insanın əlamətləri hansılardır? Kamil insan həqiqəti dərk etmiş insandır. Həqiqəti dərk edən insan haqqa qovuşan insandır, haqqı tapır. Əgər insan haqqa qovuşubsa, deməli o artıq özünü tərk eləyib, özünü buraxıb. Nə manada buraxıb? Özünü tərk eləyib, yəni özünü düşünmür o baxımdan. Çünki həqiqəti olduğu kimi dərk etmək elə Allaha qovuşmaqdır. Allahda yox olmaqdır. Bu yol kitabla tanına bilər, lakin hərəkətə keçməklə də qət oluna bilər. Yəni mütləq ki, hərəkət olmalıdır. Kitabla oxuya bilərsən, öyrənə bilərsən elmi, amma özün gərək əmələ keçirdəsən. Ömür boyu eşitdiyimiz hikmətli sözlər, müəllimlərimizin öyrətdikləri, peyğəmbərlərimizin təlimi, müqəddəs kitabların çağırışları bizim üçün yalnız bir yol xəritəsidir. Bu yolu gərək biz özümüz keçək. İnsan öz egosunu yendikdə başqası ilə vahidləşə bilir. Və misal üçün ailə. Ailə o zaman tam olur ki, üzvləri ayrı-ayrılıqda öz egolarını yemiş olurlar. Mənəmçilikdən ailə olmaq olmur. Onlar üçün mən yox, biz anlayışı öndə olur. Cəmiyyət də belədir. Xalqın biz deyə dərdinə yana biliriksə, insan insanlıq həqiqətini anlamış olur. Başqa bir sual vermişsiniz. Riyakar insanı necə tanıyaq? Riyakar insanı tanımaq üçün əlamətləri hansılardır deyə sual eləmişsiniz. İnsanlar arasında hörmət, etibar qazanmaq istəyən, bu məqsədlə yaxşı və bəyənilən işlər görən və yaxud özünü həmin işləri görən şəxs kimi qələmə verməyə riyakarlıq deyilir. Yəni, qısacası Allah üçün yox, başqaları üçün, onlara özünü bəyəndirmək üçün iş görənlər riyakardırlar. Yəni, onların əməlində səmimiyyət yoxdur. İxlas yoxdur. Biz keçən verişdə də danışdıq ki, səmimiyyət, yəni elə ixlas. Riyakarlığın 3 növü var. Birinci, imanda riyakarlıq. Bu şəxs kafirdən də pisdir. Yəni, sual edə bilərsiniz ki, nədir imanda riyakarlıq? Bu demək ki, kimsə Allahın təkliyinə, Peyğəmbərin Allahın elçisi olduğuna qəlbən qəbul eləmir, amma üzdə onları qəbul edib kəlmə şəhadət deyir. İkinci, ibadətdə riyakarlıq. Bu da özü 3 növdür. Buna da misal üçün kimsə Allah Taala
ya və peyğəmbərə inanır, lakin vacib əməllərdə riya edir. Məsələn, tək olanda namaz qılmadığı halda, oruç tutmadığı halda cəmiyyət arasında başlayır, namaz qılır, oruç tutur. Yaxud evdə valideynlərinə qarşı çox kobud davranır, başqalarının yanında valideynləri ilə olduqca mehriban davranır. Belələri kafir və münafiq olmasalar da, onlar müsəlmanlar arasında ən pisləri və kafirlərə və münafiqlərə ən yaxın olanlardır. Yəni bu sifət özü münafiq sifətidir. Aydın oldu. İnsan münafiq olmasa da sifət özü münafiq sifətidir. İkincisi budur ki, kimsə vacib əməllərdə deyil, müstəhəb əməllərdə riyakarlığa yol verir. Məsələn, evdə tək olanda nafilə namazı qılmayan şəxs cəmaət arasında nafilə qılır. Yaxud zikr edəndə səsini elə ucaldır ki, onun zikr etdiyini görsünlər. Kiməsə görə xəstə və yaxud cənazəyə gedən insanlar da bu qəbirdən insanlardır. Bunun üçüncü növü, ibadətdəki riyakarlığın üçüncü növü, kimsə ibadətin özündə deyil, hissələrində riyakarlıq edir. İbadətin özündə yox, hissələrində. Misal üçün, elə insanlar var ki, Allaha görə namaz qılsalar da, lakin yanlarında başqa adam olanda namazın rüku və səcdəsini adi vaxtdakindən artıq uzadırlar ki, ta təqvalı kimi görünsünlər. Üçüncü riyakarlıq növü də digər əməllərdə riyakarlıq növüdür ki, bu növ riyakarlıqla da düçar olmuş şəxslər ya mübah ya da haram işlərdə riyakarlıq edirlər. Məsələn, mübahda riyakarlıq edənlər təmiz paltar geyir ki, diqqət edin, qoy hamı onu təmiz olduğunu görsün. Halbuki təmiz paltarda yalnız Allah rızası üçün geyinmək lazımdır. Haram işlərdə riyakarlığa nümunə olaraq isə günah və eyiblərini gizlətməyə çalışan şəxsi qeyd etmək olar. Günah və eyib işlərdə eyiblərini gizlətməyə çalışan, məsələn, günah eləyib eybi var, onu gizlətməyə çalışır. İndi deyə bilərsiniz ki, bəs axı insan öz eybini də açması düzgün deyil İslamda. Bəli, doğrudur. Lakin ümumi olaraq insan günahkar olduğunu etiraf etməli və cəmaata günahsız olduğunu göstərməyə çalışmaqla riyaya yol verilməməlidir. Yəni bilməlisən ki, mümkündür ki, insan orada ən azı o şeyi boynuna götürsün ki, bu günah mənimdir. Növbəti sual, necə bilək ki, gördüyüm xeyir əməllərdə özünü göstərmə qəsdi deyil də Allah rızası var. Bəli. Bax gör, o xeyir əməli özünü Allaha göstərmək üçün edirsən, yoxsa insanlara göstərmək üçün edirsən? Əgər cavabın Allah üçündürsə, yaxşıdır. Yox, bu özü ixlasdır, bu özü ixlasdır. Yox, əgər həm Allah, həm də insanlar görsün deyədirsə, bu şirkdir. Amma bu işi görəndə Allahdan qeyrilərini nəzərə almazsansa, bu işdən Allah razı qalar. Növbəti sual. Necə edək ki, hər zaman hüsnü zəndə olaq? Bu hal insanları tanımağa mane yaratmazmı? Sual belə vermişsiniz. Cavab budur ki, hər zaman hüsnü zənn etmək doğru bir şey deyil. Bəzi vaxtlarda hüsnü zənn haramdır. Bunu tarixdə də bilirsiniz. Misal üçün, düşmənlə sülh müqaviləsindən sonra düşmənə hüsnü zənn eləmək olmaz. Bunu biz İslam tarixində, dini mənbələrdə Əli əleyhissalamın Malik Əştərə dediyi nəsihətdə oxuyuruq, məktubda oxuyuruq. Və deyir ki, düşmənlə sülh müqaviləsi bağlayandan sonra ona qarşı hüsnü zənn etmək haramdır. Çünki artıq bu adam düşməndir, mömin bir dəlidən iki dəfə sancılmaz. Amma möminə qarşı bu cürə deyildir. Möminə qarşı tam əksinədir. Yəni, pis düşünmək yanlışdır. Yaxşı düşünməlisən. Hətta bir suizənin qabağında 70 kərə hüsnü zənn edəyəsən ki, hədisdə belə gəlib. Bəlkə Allah səni bağışlayar. Möminlə münafiqi tanıyan insan üçün bu heç çətin də deyil. Növbəti sual, qadın olaraq yaradıldı, bəs xanım olmaq üçün onun qalan vəzifəsi nədir deyə sual eləmişsiniz. Mən deyərdim, qadın özü həm də xanımdır. Ləyaqətli qadın xanımlığı bəndə olaraq ələ gətirəndir. Yəni, bəndəsənsə, elə sən xanımsan. Xanımlıq yəni bəndəlik. Allaha həqiqi bəndə olmaq qadını xoşbəxt edir və qadın xoşbəxtdirsə, o elə xanımdır. Əsl xanımdır. Yəni, qısacası, qadının xanım olması üçün qalan vəzifəsi elə yenə də bəndə olmaqdır. Növbəti sual vermişsiniz ki,
İnsanın ancaq içində əksiklik varsa özünü çöldə bəyəndirmək istər. Buna baxışınız necədir? Yəni bəli, belə bir deyim var. İnsan ancaq içində əksiklik varsa özünü çöldə bəyəndirmək istər. Buna görə də göstəriş, yəni bu göstəriş də özünüz də bilirsiniz, bu davranış deyil. Bir sadəcə davranışdır. Bu əslində qəlb halıdır insandakı. Və bu hal əslində insana elə gözləri də çəkər. Keçən verilişdə də danışdıq nəzər haqqında. Bu nəzərləri çəkər, gözü çəkər. Çünki göz axtardığı şeyi zaten sənin halından anlar ki, sənin ehtiyacın bunadır. Ki dövrümüzün ən zəif yeri hər şeyi göstərməkdir. Halbuki göstərilən hər şey metafizik bir riskdir. Bir şeyi göstərmək əslində onunla var olmaq istəməkdir. Əslində bu istək içdəki bir boşluğa işarətdir. Bəli. Kimin diqqət gözlədiyini, kimin tərifləmək istədiyini, kimin mənə bax dediyini səssizcə fərq eləyər o göz. Gözün daşıdığı niyyət fiziki sinir tanımaz. Və burada uzaqlıq önəmli deyil. Dünyanın o başında oturub, səndə burada xeyri yoxdur, dəxli yoxdur. Yetər ki, sən göz önündəsən. Kifayətdir artıq. Yetər ki, sən içini qorumadan özünü göstər. İçini qorumadan. Diqqət edin buna, bunun altından xətt çəkərək deyirəm. İçini qorumadan özünü göstərmək, yəni Allaha sığınmadan, Allaha güvənmədən, Allahdan kömək istəmədən, acizliyi dərk etmədən daha doğrusu. İslamda örtünmək əslində sadəcə bədəni gizlətmək deyil ki, elə varlığı pərdələməkdir. Niyyəti saxlamaqdır. Görürsünüz, İslamda niyyət dərcidir, qabaqcadan heç kəsə deməyin, işinizi görün, sonra axırda deyərsiniz. Bəli. Təəssüf ki, bu çağda nəzər daha çox işləyir. Elə çünki göz önündəyik. Çünki insanlar hər şeyini göstərirlər. Bayaq da dedik, həyatları göz önündədir. Yüzlərlə gözlər insanların evinə, münasibətlərinə, dualarına belə əli çatır. Sosial media nəzərin müasir qapısıdır ki, bunu hər dəfə də toxunuruq buna. Gözün ekranlar vasitəsilə məkanlara girməsidir. Nə olsun ki, sən evindəsən, o da evindədir. Qapı bağlamısan, sənin evə gəlmir o insan. Adam var evini nəzərdən qorumaq üçün, ailəsini nəzərdən qorumaq üçün evinə qonaq çağırmır. Amma statusda hər şeyi qoyur. Xəbər yoxdur ki, bayaq 5-6 nəfər görəcəkdirsə qohum əqrəba yaxın, amma indi bütün dünya görür. Bir göz minlərlə kilometr uzaqlıqdan da sənin qəlbinə təmas edə bilir. Bəli. Çünki niyyət məsafə tanımır. Ona görə göstəriş gözü dəvət edir. Və göstərilən hər nemət nəzərin ilk hədəfi olur. Nəyi göstərsən, o gözün birinci hədəfidir. Unutmayaq ki, qorunmamış, diqqət edin, yenə altına xətt çəkirəm, qorunmamış bir həyat metafizik olaraq müdafiəsiz qalır. Göz niyə bu qədər güclüdür? Çünki göz sadəcə görməz, yansıdır. Səndəkini sənə göstərir. Səndəkini sənə göstərir ki, bax özünə. Sənin içində bir şey var idi, yanığı var idi. Sənə baxsınlar, mən də baxdım. İndi gördün necəsən? Ona görə qorunmaqlarını mütləq diqqətdə saxlayın. Qorunmağa diqqət edin. Qəlbdən nə daşıbsa, onu qarşıya axıdır. Təsirlərini də bayaq sadaladıq. Daha doğrusu keçən verilişdə sadaladıq. Keçən verilişdə bayaq yox, keçən verilişdə danışmışdıq bu haqda. Göstərilən şükür belə bəzən gözdə kölgələnir və o kölgə nemətin işığını söndürür. İnsanın özünü göstərməyə meyl etməsinin əsl səbəbinin içindəki güvənsizlik olduğu bildirilmişdir. Onu yəqin ki, sizə də rast gəlib bu mövzular. Özünü çölə daşıyan hər bir duyğu əslində içəridə tamamlanmamış bir ehtiyacın işarətidir. Yəni, mənim buna ehtiyacım var, mənə baxasınız. Mənə onay verəsiniz, like atasınız, ürək göndərəsiniz, məni tərifləyəsiniz, mənim bunlara ehtiyacım var. Bir növ bu mesajı ötürür qarşı tərəfə. Bu da gözə açıq bir hala gəlir. Qarşı tərəf bunu anlayır. Göz bu boşluğu həmən fərq eləyir və niyyəti ilə o boşluğa yerləşir. Və biri sənin həyatını öz həyatı ilə müqayisə etdikdə bu müqayisə səni zəiflədir.
Məsələn, sənə deyir, bax, heç sənin həyatında belə şey var, bax, gör, mənim başıma nə qədər müsibətlər gəlib. Sənin halını yox, yaşamamısan axı sən bu halı, sən bilmirsən axı. Biraz keçir, görürsən ki, həmin hala özün düşürsən. Aydın oldu, bax, buna diqqət edin. Ona görə qorunmamaqla mütləq insan bu hala gəlib çatır. Və unutmayaq ki, artıq minlərlə gözün qarşısındasan və bu gözlərin çoxu öz iç boşluğunu çöldən doldurmaq istəyən yorğun qəlblərdən ibarətdir. Çöldən baxıb sənin kimi olmaq istəyən özündən yorulmuş insanlardır. Özü səni kimi olmaq istəyir. Qəlbi bu şeydə yorulub çox çalışır, vuruşur, ələ gətirə bilmir. Səninlə xoşbaxt olmurlar. Sənin kimi olmaq istəyirlər, amma ola bilmədikləri üçün səni izləyə də bilərlər. Bu izləmələrə çox da əhəmiyyət verməyin. Və bu izləmə dua kimi deyil. Dua kimi deyil, tələb kimi də ola bilər. Səndən onu almaq da istəyərlər. Və bu yönəliş qəlbinə dəyəndə səni zəiflədəcək. Niyə? Çünki qorunmamısan. Bayaq dedik, qorunmalıydın. Ariflər deyir ki, nəzər qəlbdən qəlbə açılan bir qapıdır. Sənin zamanını, sevincli anlarını, ruzunu belə təsir altına ala bilir. Ona görə hal göstərilməməlidir. Yəni, insan öz halını göstərməməlidir. Bəs qorunmaq necə mümkünmü? Bəli. Buna necə cavab verərdim? Bəli, qorunmaq mümkündür, amma sadəcə sözlə deyil. Sözlə əuzubillahimineşşeytanirracim yox. Ay Allah, sənə sığınıram? Yox. Bu halla olmalıdır, qəlbdən olmalıdır. Ariflərdən biri deyir ki, qorunmanın açarları Əl-Hafiz isminə diqqət çəkməklə ola bilər. Lakin şərti budur ki, ya Hafiz deyirsən, sən də gərək qorunmuş kimi yaşamalısan. Yəni, özünü qoruyursan həyatında, qorunmursan axı. Ha, ya Hafiz denən. Gözə açıq olmamalısan. Sən insanların gözünün içindəsən. Çünki qorunmaq təkcə zikr etmək deyil. Zikrin mənasını yaşamaqdır. Sən zikr etsən də, diqqət eləyin, qəlbində göstərilmə arzusu varsa, o zikir səni qorumayacaq. Mən zikr edirəm, amma mən içimdə göstərilmək istəyirəm. Baxsınlar mənə, bəyənsinlər məni, çox təriflər yağdırsınlar, məth eləsinlər məni, hər yerdə haqqımda danışsınlar. Bu varsa, bu zikir məni qorumayacaq. Deməli, öncə halını düzəltməlisən, sonra zikr edəcəksən. Bu arada Fələq və Nas surələri, bir də ki, Ayət-ül Kürsü kimi surələri ki, həmişə məsləhət görürlər alimlərimiz də. Bunlar da çox təsirlidir, amma təsirləri sən halını düzəltdikdə olacaq yenə də. Yəni, ağızdan çıxan hər ayə qəlbdən dəstəklənməlidir. Qəlb ona, fikir zikrin yanında olmalıdır. Qəlb orada olsun. Əks halda qorumaz, yalnızca oxunmuş olar. Ayət-ül Kürsünü 10 dəfə oxudum. Amma bu gözdən uzaq ola bilmədim. Xeyri yoxdur, çünki içində göstərilmə istəyim var. Qorunmanın ən sadə və ən təsirli yollarından biri də həyatını davamlı dua ilə əhatə etməkdir. Bu duada göstəriş deyil, səssiz olmalıdır, sadə olmalıdır, içdən olmalıdır. Yenə də halla dua olmalıdır ki, diqqət edirsiniz, yenə də hala gəlib çatır. Günə başlayanda, yeni işə başlayanda, uşağını öpəndə, qəlbinlə bircə Allaha yönəlməlisən. Ən gözəl dua qəlbdən olan bir duadır. Allahım, bu belə deyə, duanı bu niyyətlə deyə bilərsiniz. Allahım, gözün daşıdığı niyyətin ağırlığından sənə sığınıram, məni qoru, məni öz-özümə buraxma, qorunduğumu da fərq etməyi mənə öyrət. Bax, buna da diqqət edin. Qorunduğumu da fərq etməyi mənə öyrət. Hiss eləyim ki, mən qorundum. Hiss eləyim ki, Allah məni qoruma altına aldı. Bunun özünü fərq eləmək özü bir ustalıq tələb eləyir. Bu günlük əzizlər sağ olun. Allahın amanında qalın, sağlıqla qalın.